Değerli izleyiciler, bir daha akşamınız xeyir olsun deyirik. Bu günləri vətən üçün canından keçən evin yeganə övladı, təki vətən sağ olsun deyən qəhrəmanlardan biri Hikmət Bağırlı oldu. Bugün Hikmət Bağırlının ailəsinə sevinç bir bəxş oldu. Bugün Allah Hikmət Bağırlını yenidən bu ailəyə bəxş etdi. Təki vətən sağ olsun deyən qəhrəmanların ailələrində hər zaman sevincləri olan yerdə biz də gəlib çəkib paylaşmaq özümüzə borc bilirik. Burada bizim balaca bir qızımız var. İnşallah bir şeir deyəcək, biz də onu çəkib işıqlandıracaq. Görək qızımız hansı şeiri deyəcək, biz də o şeiri çəkək, paylaşaq. Buyur qızım. Anası Hikmətə yazdığı şeirlər. Hikmətim fəxirli balam, gül kimi ətirli balam. Heç ətirimdən doymadım, ad günümdə şəhid balam. Hikmətim yaraşıqlım, evimin yaraşıqı. Getdim vətən uğrunda, oldun el yaraşıqı. Hikmət idi, həyatı da adı da. Əcəl yan keçmədi cavan yaşında. Hikmət şəhid oldu vətən yolunda. O müqəddəs dadı qazandı hikmət. Evə gəlməyinə 5 ayı vardı. Bir gizli sevgisi gözləyirdi. Ürəyində arzusu, istəyi vardı. Həyatına vermişdi, nə aldı hikmət. Əzizim ağlar gözüm, heç gülməz ağlar gözüm. Dünyam qızıla dönsə, sənsiz hey ağlar gözüm. Vəfası qalmayıb qoca dünyanın. Hökmü var saniyə, dəqiqi anın. Vətənə can verib şəhid olanın adın ürəklərdə yaşar hikmət. Adın ürəklərdə yaşar hikmət. Allah bütün şəhidlərimizin məkanı cənnət rəmişət etsin. Çox sağ ol. Çox sağ ol qızım, var olasan, Allah səni var eləsin. İnşallah sizlərə də gələcəyinizdə uğurlar arzulayırıq. Hansısa bir sənətin sahibi olasınız inşallah. Vətənimizə, xalqımıza layiqli bir övlad olasan, ata-ananın üçün layiqli bir övlad olasan və bir daha Allah şəhidlərimizi rəhmət etsin. Bu ailəyə yeni bir hikmət dünyaya gəlib, indi qonaqları yaxından çəkəcək inşallah və qonaqlar tərəfindən də öz fikirləri deyiləcək. Biz də o fikirləri çəkib işıqlandıracaq. Çox sağ ol qızım, var olasan. Təşəkkür edirəm. Ağsaqqal, bir daha sizi gözünüz aydın deyirəm. Allah sizi var eləsin. Təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Bax, bu gün də sevincli gününüzdə yenə sizlərin yanındayıq. Yenə də bu günü sizlərin yanında olmaq özümüzə borc bilirik. Buyur, qardaşımızın ocağının, elə otağında, qardaşımızın adına olan otaqda bir iki kəlmə sizdən götürək. Buyur. Allah senden razı olsun. Sağ ol. Sen həmişə sahip seçib bu evi Gələnə. öz evin kimi, bir dost kimi, yaxın kimi təklif buyurub gəlmişsən. Allah razı olsun senden, bir sevincimizin həddudu yoxdur. Həm kədərlənirik, həm də sevinirik. Amma bir haqq qeyd elədim. Həmişə bütün nəsil arzulayır ki, ilahi. Allah Teala qəhrəmana, mənim sahibə balama, evladla sevindirsin. Allah'a qurban olun. Hikmət yaddan çıxmayıb, çıxmayacaq. Əbədi hikmət yaşayır, hikmətin qardaşı bir gün dünyaya gəldi, hikməti yaşadır, ömrü boyda yaşayacaq. Allah səndən də razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Möhtərəm prezidentimizə can sağlığı versin, uzun ömür arzulayırıq. Cavanlarımıza görməsin Allah. Çox sağ ol. Təşəkkür edirəm. Təşəkkür edirik, var olasan deyirik. Valla şəhid ailəsinin sevincli günləri bizim sevincli günlərimiz deməkdir. Çünki şəhidlərimiz bizim çətin anlarımızda qəhrəmanlıq edərək canların qurban verdi. Təki vətən sağ olsun deyən qəhrəmanlarımızdır. Onların ailəsi də bizlər üçün yaxın bir ailədir. Bax, nənə də ürək dolusu sözləri var. İstəyirdik ki, nənədən də bir iki kəlmə. Heç də demirəm, bir dənə Allah Teala'dan onu istəyirdim ki, qəhrəman da bala sayılandan rahat olsun. Sahibəm də söz yox, yadımızdan çıxmayacaq. Ömür billah yadımızdan çıxmayacaq. Amma heç olmasa onların başını qarışdırsın. Bəli. Həyatda heç şey əbədi deyil. Başına dönərəm, amma hikmət əbədi olaraq yaşadı. Allah öz möcüzəsini göstərir ki, bu gün şəhidlərimiz ölməyib, ölməyəcək. Bax, bu gün də bir hikməti dünyaya gətirib. Yəni, yadınızda saxlayırız ki, dəyərli mənim nənələrim, dəyərli mənim babalarım, bax, şəhidlər heç vaxt ölməyib, ölməyəcək, yaddan da çıxmayacaq. Biz kimi ki, şəhidləri yaddan çıxardaq? Allahın dərgahındadır, o İmam Hüseyin şəhididir. Bizləri həyata gətirib və həyatdan aparad.
bir olan Allahımızdır. Ona görə də biz adi bir vətəndaşlarıq. Biz Allah qurban olum Allaha. Biz belə deyək, şəhid evin qapısını ziyarət etsəydə, etməsəydə Allah onu hər zaman ocağın çırağına işıqlandırır və hər zaman da atasına, anasına səbir verir. Və biz Razıyım, sağ ol kardeşim. Ben dünyanı gəzirəm, sürücü işləyirəm, özün bilirsən. Hara gedirəm sənin adımdan, mən təşəkkür edirəm. TikTok'a da belə meyilli adam deyiləm, amma belə canlı hara satıram Şirvanda, ama bəyək qeyd elədim, Bərdədə oldun, Azəbəddə oldun, Ağdamda idiniz. Ağdamda oldun. Bunlar hamısı bilsən, bizim beləsivara sən fəxrisən. Mən səndən fəxr eləmişəm. Təşəkkürəm. Var olasan. Borcumuzdur. Allah mənə biraz da imkan versin. O imkandan istifadə edərək bütün şəhidlərimin ailələrinin ocağında olun. 1, 2 fərq eləmir. Əlbəttə, əlbəttə. Var olasınız. Təşəkkür edirəm. Qarşısında baş əyirəm. Gözəl nənə, gözəl baba.